1. Kalsium. Əzəllər, sinir, hüceyrələr və damarların düzgün işləməsi üçün lazımdır. Yaş artdıqca orqanizmin kalsiumu mənimsəmək qabiliyyəti azalır. Yetəri miqdarda kalsium olmasa, orqanizm ehtiyacı olan mineralı sümüklərdən çəkməyə başlayır. Bu da insanlarda, xüsusilə klimaks keçirən qadınlarda sümük ərməsinə gətirib çıxara bilər. 50 yaşından aşağı olan qadınlar və kişilər gün ərzində 1000 mg kalsium qəbul etməlidirlər. Qadınlar 50 yaşdan sonra, kişilər 70 yaşdan sonra bu miqdarı artırmalı, gündəlik normanı 1200 mg etməlidir. Süd məhsulları, badam, ispanaq, qızıl balıq, sardina balığı kalsiumla zəngin qidalardır. Riskli yaşlarda hər öğündə kalsium yeyilməlidir. 2. D vitamini. Günəş işıqlarına məruz qaldıqda orqanizmin istehsal etdiyi D vitamini sümüklərin sağlamlığı üçün faydalıdır. Lazımi miqdarda kalsium qəbul etməyinizə baxmayaraq, D vitamini çatışmazlığı varsa, orqanizm kalsiumu mənimsəyə bilməz. Orqanizmin D vitamini ehtiyacını vaxtında ödəmək, diabet, xərçəng, ürək-damar xəstəlikləri riskini azaldır. 50 yaşdan yuxarı insanlar üçün gündəlik qəbul ediləcək D vitamini norması 800-1000 mg-dır. Süd, qızıl balıq, yumurta və göbələk kimi qidalar D vitamini mənbəyidir. Qidalardan D vitamini almaq mümkün olsa da, qidalar vasitəsilə gündəlik normanı qəbul etmək çətindir. Günəşlənmək ən yaxşı üsuldur. Qış aylarında həkiminizə D vitamininin ölçülməsi üçün müraciət eləyə bilərsiniz. Həkim məsləhəti ilə D vitamini kapsul, damcı şəklində qəbul etmək olar. 3. B12 vitamini. Qanın və sinir hüceyrələrinin əmələ gəlməsində önəmli rol oynayır. Harvard Chan Xalq Sağlamlıq Məktəbinin əməkdaşlarının araşdırmasına görə 50 yaşdan yuxarı olan insanların 30%-i B12 vitaminin mənimsənilməsində problem yaşayır. Səbəb odur ki, yaş artdıqca mədə turşusu azalır. B12 vitaminini qidadan ayıran mədə turşusudur. Buna görə də yaşı 50-ni keçənlər, antiturşu istifadə edənlər, çolyak və kron kimi qidaların mənimsənilməsinə mane olan xəstəliklərdən əziyyət çəkənlər B12 vitamini çatışmazlığı yaşayırlar. B12 çatışmazlığı xroniki yorğunluq, zehin bulanıqlığı kimi problemlərə yol açır. Sağlam yetişkin insanın gün ərzində 2,4 mikroqram B12 vitamini qəbul etməsi lazımdır. 4. Maqnezium. Əzələlərin və sinirlərin düzgün işləməsi üçün lazımdır. Qanda şəkərin miqdarını tənzimləyir, təzyiqi stabil saxlayır. Yetərli miqdarda maqnezium qəbul etməsək, ürək ritmi pozulur. Qanda şəkərin səviyyəsi yüksəlir, sümüklər həssaslaşır, baş ağrıyır, əzələdə spazma baş verir. Gündəlik qəbul etməli maqnezium norması qadınlar üçün 320 mg, kişilər üçün isə 420 mg-dır. Balqabaq tumu, çiya toxumu, badam və ispanaq maqnezium qaynağıdır. Məsələn, bir ovuc qovrulmuş badamda gündəlik normanın 40%-i var. Rasionunuzda qida müxtəlifliyinə önəm verirsinizsə, həddən artıq şəkər qəbul etmirsinizsə, göyərtiləri və quru meyvələri tez-tez yeyirsinizsə, maqnezium çatışmazlığı yaşamaq riskiniz başqalarına nəzərən azdır. D vitamini qəbul etmək maqnezium səviyyəsini aşağı sala bilir. Aldığınız D vitamininin orqanizmdə istehsal oluna bilməsi üçün maqneziuma ehtiyac var. Həkiminiz sizə D vitamini yazıbsa, onunla məsləhətləşərək paralelində maqnezium da qəbul edin. 5. Sink. Orqanizmin istehsal etmədiyi, kənardan qəbul ediləcək qida maddəsidir. İmmuniteti gücləndirən, qoruyan sink böyümə və inkişaf mərhələsində mütləq qəbul edilməlidir. Son illərdə aparılan araşdırmalar aşkarlayıb ki, yaşlıların da sinkə ehtiyacı var. Tibb dərgilərindən birində nəşr olunan məqalədə qeyd olunur ki, qocalar evinin sakinlərinin 30%-i sink çatışmazlığı yaşayır. Bu isə iltihablanma riskinin artmasıdır. Yaşlanma ilə bərabər müntəzəm şəkildə içilən dərmanlar da orqanizmin mənimsəmə qabiliyyətini azaldır. Sağlam və balanslı qidalanma ilə gündəlik sink normasını təbii şəkildə qəbul etmək mümkündür. Yetkin insanlar üçün gündəlik sink norması 10 mg-dır. Demək olar ki, bütün heyvan mənşəli və bitki mənşəli qidalarda sink mövcuddur. Gündəlik təxminən 80 qram qırmızı ət qəbul eləsəniz, gündəlik sink ehtiyacınızı önəmli şəkildə ödəyəcəksiniz. Heyvan mənşəli qidalardan əlavə tərəvəzlər və quru meyvələr də sink ilə zəngindir. Bəzi xəstəliklər və qeyri-düzgün qidalanma sink çatışmazlığı yaradır. Bu hallarda həkimlə məsləhətləşərək qida əlavəsi kimi sink qəbul edilməlidir. Yaxşı olar ki, dozanı həkim